mövzumuz 9-cu sinif ingilis dili. Böyük summativ qiymətlendirmə nümunəsi 2. Deməli, extremely exciting, beautiful or surprising, həddən artıq həyəcan verici, gözəl, təəccüb verici sözünün yəni hansı sözdür? Hansı sözün definitionudur? Priceless, xeyr, dəyərsiz deməkdir. Breathtaking, füsunkar, heyran edici, çox gözəl deməkdir. Tiny, balaca. Beneficial, xeyirli, xeyr. Terrifying, qorxulu deyil. Choose a correct synonym to the word additional. Additional, əlavə olaraq, extra, əlavə. Bunlar isə intensive, essential, əsas, fluent, axıcı, cozy, sərbəst, rahat, bunlar deyil. Accept sözünün antonimi. Refuse, rədd etmək. Accept, qəbul etmək. Refuse, inkar etmək, rədd etmək və s. Drop, düşürmək. Admire, heyran. Operate, əməliyyat aparmaq. Realize, həyata keçirmək, dərk etmək və s. He was very upset because he the exam. O çox deyir, pərt oldu, çünki o imtahandan kəsildi. We didn't expect to hear such. Aha. Və bizə sifət lazımdır. Sifət də ki budur. Bu insanlara aid olduğuna görə excited, idili olanlar insanlara aid olduğuna görə biz bunu seçirik. Excitement isimdir, excitedly zərfdir, excite feildir. Derivative nouns istəyir, yəni düzəltmə isimləri istəyir. Achievement, concept. Achievement düzəltmə isimdir, amma concept düzəltmə isim deyil. Warmth düzəltmə isimdir, trauma düzəltmə isim deyil. Adventure sadə isimdir, bravery düzəltmədir. Kindness, librarian bizə lazım olan variant buradadır. Truth düzəltmə isimdir, amma bookworm mürəkkəb isimdir. Düzgün sözün istəyir. Ben was searching for his key for in his bag. Çantasının içində açar axtarırdı. Cümlə düzəltməyimizi istəyir. Deməli, every year zaman zərfi əvvəldə də başlaya bilər, 1-7 ilə də başlaya bilər cümləmiz. Every year elə bir cümləmiz yoxdur, onda o axırda gəlir. Yox, əslində burada cümləmiz var imiş. Uşaqlar, baxın, every year deyirəm, 1-7. Aha, every year. Deməli, every year rockets are sent. Yes, B variantı. Baxın. Every year rockets are sent into space by scientists. Düzgün cümlə budur. Düzgün article. We had the same. The same sözün qarşısında həmişə Z article. He's an English teacher. He's an English teacher. Deməli, cümləmiz təsdiqdə olduğuna görə biz təsdiq olanı seçirik. I go shopping. Deməli, biz hansı köməkçi fiildən istifadə olunubsa, hansı zamandadırsa, bizim cümləmiz digər cümlədə həmin zamanda olmalıdır. Sheila doesn't like coffee, neither does he. Düzgün tag question'ın altına xətt çək. Let's watch this film, will you, shall we? Deməli, let's watch. Burada deməli shall we olacaq. Let's ilə başlayan cümlələrin tag question'ı shall we'dir. She never tells her secrets to anyone. İnkar cümlə olduğuna görə biz təsdiq tag cümlə seçirik. Speak quietly. Bu isə əmr cümləsidir. Orada da we olacaq.
Və bu videoluk bu qədər uşaqlar. Ümid edirəm işinizə yarayacaq. Videonu bəyənməyi, kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Sağ olun.